Salam dəyərli müştərilərimiz, Binə qəsəbəsində açılıqda sizə bir dənə babat özü üçün tikilmiş şəxsi ev. 72 kvadratlıq obyekti, 600 kvadrata yaxın da ev. 7 sotun içində şəxsən özü üçün tikilib. Mərtəbə arası monolit betonizadır. Belə qəşəng bir dənə şəraitli evdir. Dəyərli müştərilərimiz, bir dənə bayırdan sizə şeyini göstərdim, obyekti göstərdim. Deməli 36 kvadrat aşağısıdır. 36 kvadratın yuxarısı. Atdelin. Kim istəsə 2 nəfər kiraya götürə bilər. Bax, aşağının atdelin kodu var, yuxarının atdelin kodu. Hamam tualeti zatları da var. Kommunallar da hamısı şəxsən özü üçün tikilmiş bir dənə qəşəng ev, dəyərli müştərilərimiz. Girdik evin həyətinə. Kim istəsə həyətində bax bu tərəfdə Paksinlə tikə bilər, ya istəsə evdə tikə bilər, tam şəraitlikdə, haradasa 3 sotun təmiz, 3 sotun təmiz daş, tamet vurub, burada da bağ yeri izad edir, nəsə belə bir şey, tam şəraitli və özü üçün tikilmiş evdir. Buradan sizə bu ev 2 mərtəbə görsənə bilər, amma içərdən baxanda görsən ki 3 mərtəbədir, 2 mərtəbədir. Ev, bax, girdir buradan. Dəyərli müştərilərimiz, bax gəldik buradan, bax bu görsən monolit betondur, ligerlər zatlar, hamısı gizli ligerlər zatlar, hamısı atılır. Buradan var, bax, düşdün aşağı, aşağı düşdün bir dənə bunun ağarması zadı qalıb da, demək olar hamısıdır. Orada pilqarodkalar da var, dəyərli müştərilərimiz, orada pilqarodkalar da yoxdur, hamısı qoşadaşdır. Hamısı da qoşadaşdır. Otaqlar da normal otaqlardır da, yaşamaq olar, bugünkü gündə yaşamaq olar, hamısında pəncərəsi var. Elə yox, padval var ki, pəncərəsi yoxdur, bunun hamısının pəncərəsi var. Yaşamağa tam uyğundur. Atdelli kombi, atdelli kütüklük, transformatorlar, hamısı bu da kladov kimi istifadə edir, amma siz qaraj kimi istəsiniz, istifadə edə bilərsiniz, dəyərli müştərilərimiz. İndi də qalxdıq evə. Deməli 10 daş buradaydı. 10 daş burada 7-8 daş da aşağı düşürdü. Haradasa 17 daşın üstündədir. Girən kimi qapısından azadından bildirir ki, normal pul qoyulub bu evə. Dəyərli müştərilərimiz, sən bir mən çəkim özüm. Bax, girdik belə bir evdir. Bax, evdir. Bu evin kuxunası. Kuxuna çox geniş kuxunadır, yəni balaca kuxuna deyil. Bu evin zalı, bir 40 kvadratlıq, bax belə bir zalı var. Daha əşya ilə satılır bu ev, əşyasız. Əşyalar istəsə belə düşər istə, yəni əşyasız. Amma əşyasızdır belə satılır. Əşya ilə. Əşya ilə satılır. Əşyanın 250 yəni. Əşya ilə, bax gördüyünüz əşyalar hamısı qalmaq şərti ilə özlərinin müəyyən bir dənə, 2 dənə indi nəsə özəl bir şeyləri olsa çıxacaq. Amma tam gördüyünüz əşyalar hamısı da təzədir əşyalar. Qiymətini deyirəm 250.000 manatdır. 200 bax yenə də deyirəm, birinci mərtəbəndə orta pirqarodkaları cütdaş idi. Bu da ikinci mərtəbədir. Bax hamam tualeti atdelmi. Qardaş, çəkilişdə yəni uyarıram sizə. Çəkilişdə. Yaxşı. Dəyərli müştərilərimiz, bax, atdelmi hamam tualeti. Bu birinci mərtəbədə, ikinci mərtəbədə sipariş. İndi onun birinci mərtəbə, ikinci mərtəbə. Burada da həmin bəyək göstərdiyiniz Kuxunaya gəl. Kuxuna, çəkmişəm kuxuna. Bu da birinci mərtəbə, yəni padvala birinci mərtəbə, aşağıdan sonra çıxdığımız yeri, bərabər oradan göstərdiyiniz qaraj, otaqlar, hamısı da. Gəldik üçüncü mərtəbəyə. Üçüncü mərtəbədə də yenə atdelmi. Görürsən, koridor, figurlar, zatlar, 3 dənə, 4 dənə də burada otaq var. Otaqlar da hamısı genişdir. Otaqlar, bax, gördüyünüz dəyərli müştərilərimiz, əşyalar yoxdur, hamısı da qalır, hamısı. Bir dənə, 2 dənə yenə deyirəm, özünə məxsus bir şeyləri çıxardır. Bax, hamama bax, otaq boydadır. Bu da ikinci mərtəbədə, ikinci otaq. Panoraması da düz bax, Aspetrolun arxa tərəfinə düşür. Əsas yolla Mərdəkan trası ilə arası 2 kilometr. Düz ev gəlsin dediyinə görə 2 kilometr qapıdasan. Açıqlıq da belə bir. 2 dənə də təzdən burada, 2 dənə də spalni.
Bu bir spalnisi. Bu da ikinci spalnisi. Değerli müşterilerimiz, bu evin qiyməti 250 min manatdır. Bax, gördüyünüz əşyalar qalır. Qazı var, suyu var, işığı var, interneti var. Hər şeydə raşotkalar var. Kombi sizə bunlar deməyə ehtiyac yoxdur. Gördüyünüz əşyaların hamısı qalmaqla 250 min manat. Real alacaq, yenə də endirim olacaq.